Hər vaxtınız xeyir olsun, Reala baxırsınız. Real sizə ən son xəbərləri çatdırmağa davam edir. Biz hazırda Bakı Expo mərkəzindəyik. Beynəlxalq qida sənayesi sərgisi çərçivəsində Qızılşah Milli Kulinariya çempionatına artıq start verilib və 4 gün davam edəcək çempionat Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Usta Aşbazlar Cəmiyyətləri Assosiasiyasının tərəfdaşlığı ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası tərəfindən təşkil olunub və çempionat dünəndən başlayıb və mayın 8-də yekunlaşacaq. Çempionatın keçirilməsində isə əsas məqsəd gastronomiyanın inkişafına töhfə vermək, o cümlədən gastroturizm potensialının genişləndirilməsini, qaliblərin beynəlxalq yarışlarda iştirakını, kulinariya üzrə beynəlxalq aşbazların təcrübəsinin mənimsənilməsi ilə bacarıqlarının inkişaf etdirilməsidir. Həmçinin bir məqamı diqqətinizə çatdırmaq istəyirəm ki, milli mətbəx nümunələrimizin hazırlanma metodologiyasının dünya aşbazları tərəfindən öyrənilməsi də burada xüsusi rol oynayır. Bu ilki çempionatın proqramına fərdi aşbaz kateqoriyaları, şirniyyatçılıq sənəti, komanda yarışları və gənclər kateqoriyaları daxildir. Bu il çempionatı innovasiyalara, davamlı inkişafa və milli kulinariya ənənələrinin müasir beynəlxalq tendensiyalarına, vəhdətinə xüsusi diqqət yetirilir. Yarışlarda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Serbiya, Rusiya, Belarus, Xorvatiya, Rumıniya və Ukraynadan olan komandalardan iştirak edir və 6-cı Qızılşah Milli Kulinariya Çempionatı münsiflər heyəti ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Almaniya və digər ölkələrdən olan beynəlxalq həkim aşbazlardan ibarətdir və gördüyünüz kimi hazırda həyəcanlı dəqiqələrdir və burada aşbazlar öz güclərini sınayırlar və təyyarlarını hazırlayıb münsiflərə təqdim edəcəklər. Bizim isə sizə kulinariyadan çatdıracaqlarımız bu qədər və mən bir məqamı da sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bugünkü Milli Kulinariya Çempionatında 200-ə yaxın aşbaz iştirak edir. Mənim isə Bakı Expo mərkəzindən bu saata çatdıracaqlarım bu qədər, ancaq ən son xəbərlərdən xəbərdar olmaq istəyirsinizsə, Realı izləməyə davam edin.